Belə, növbəti mövzu üzrə çıxış üçün söz verilir İlqar bəy. İlqar Hüseynli, Səməd olsa mikrofon açın. Hörmətli Azərbaycan Xalq Parlamentinin millət vəkilləri və dəyərli həmkarlarımı salamlayıram. Əvvəlcə bir məsələni xüsusi qeyd etmək istərdim ki, Xural TV Media Qrupunun rəhbəri Əvəz Zeynallının səhhətində ciddi problemlər yaranıb. O, hazırda həbsxanada penitensiar xidmətin müalicə müəssisəsinə köçürülür və orada müalicə alır. Lakin bu müəssisədə vəziyyət dözülməzdir. İstilik sistemi bərbad vəziyyətdədir. Soyuq havalarda orada olanlar üçün həyat adətən cəhənnəmə çevrilir. Belə şəraitdə müalicənin effektiv olması mümkün deyil. Bu vəziyyət Əvəz bəyin dərhal azadlığa buraxılmasını zəruridir. Onun sağlamlığı üçün həbs şəraitində müalicənin kifayət etməyəcəyi aydındır. Ona görə də mən Əvəz Zeynallının azadlığa buraxılması üçün konkret addımların atılmasını həm tələb edirəm, həm də xahiş edirəm. Bugün burada çıxış etməkdə məqsədim ölkəmizin quru sərhədlərinin bağlı saxlanılması məsələsinə obyektiv və təhlükəsizliyi baxımından baxmaq, eyni zamanda ölkədəki ədalətsizliklərə və xalqın haqlarının tapdanmasına etirazımı bildirmək, həmçinin bəzi təkliflərlə çıxış etməkdir. Ölkəmizdə milli qüvvələrin, ictimai fəalların, jurnalistlərin və siyasilərin sistematik şəkildə həbs olunması artıq adi bir hala çevrilib. Xural TV Media Qrupunun rəhbəri Əvəz Zeynallının həbsi, bir çox fəalın və jurnalistin əsassız şəkildə zindana atılması söz azadlığına vurulan ağır zərbədir. Şiə inanclı dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənməsi və həbs edilməsi isə dini azadlıqların və insan haqlarının alçaldıcı şəkildə pozulmasıdır. Bu insanların bir çoxu xalqın haqqını müdafiə etdikləri, həqiqəti söylədikləri üçün zindanlara atılırlar. Hakimiyyət hər kəsi uçurtdurmağa çalışır. Bu repressiyalar dərhal dayandırılmalı, həbs olunanların hamısı azadlığa buraxılmalıdır. Bu cür siyasət yalnız xalqın qəzəbini artırır və ölkəni uçuruma aparır. Bundan başqa, hakimiyyətin xalqa qarşı apardığı siyasət sosial fəlakətə yol açır. Şəhid ailələrinə diqqətsizlik, qazilərə ögey münasibət, uşaq pulu verməmək, pensiya yaşını artırmaq, əhalinin böyük hissəsini yoxsulluq içində boğmaq, kommunal xərcləri qəsdən bahalaşdırmaq xalqı acınacaqlı vəziyyətə salıb. İnsanlar çörək almağa belə pul tapmır. Amma hakimiyyətin xarınlamış məmurları öz lüks həyatlarını davam etdirirlər. Orduda rüşvət və özbaşınalıqlar, məhkəmə hüquq sahəsində ədalətsizliklər, korrupsiya və qanunsuzluqlar ölkəni çürüdən bir xərçəngə çevrilib. Hakimiyyət bu problemləri həll etmək əvəzinə vəziyyəti daha da ağırlaşdırır. Xalqın haqlı narazılığına qulaq asmaq əvəzinə repressiyalara əl atmaq, insanların səsini boğmaq, ölkəmizin gələcəyini təhlükə altında qoyur. Hakimiyyət bu antimilli siyasətindən əl çəkməli, xalqın haqlarını bərpa etməli və ölkəni bu bataqlıqdan çıxarmaq üçün real addımlar atmalıdır. Bütün bu ədalətsizliklərə baxmayaraq, quru sərhədlərinin bağlı saxlanılması qərarını hazırki şəraitdə düzgün hesab edirəm. Çünki dünya və region son dərəcə gərgin bir dövrü yaşayır. Rusiya-Ukrayna münaqişəsi qlobal təhlükəsizlik arxitekturasını dəyişib, yeni qütbləşmələr və böhranlar yaradıb. İrana mümkün hücum ehtimalları, yaxın şərqdə vəziyyəti daha da kəskinləşdirə bilər. Suriyada radikal təkfirçi və terrorçu Kürd qruplarının fəallaşması region üçün ciddi təhlükədir. Belə şəraitdə quru sərhədlərimizin açıq olması, bu təhlükələrin ölkəmizə daxil olması üçün münbit şərait yarada bilər ki, bu da qətiyyən yol verilə bilməz. Lakin burada bir məqamı xüsusi qeyd etmək istəyirəm. Hakimiyyət rəsmilərinin xalqa geniş və ətraflı məlumat verməməsi, sərhədlərin bağlı saxlanılmasının pandemiya ilə əlaqələndirilməsi kimi bəhanələr gətirilməsi böyük biabırçılıq, rüsvayçılıq və rəzillikdir. Bu cür saymamazlıq və şəffaflığın olmaması xalqın etimadını sarsıdır, dövlətə qarşı inamı zədələyir. Bununla yanaşı təklifimi də bildirmək istərdim. Quru sərhədlərinin tamamilə bağlı saxlanılması iqtisadi və sosial çətinlikləri daha da dərinləşdirə bilib. Buna görə də hökumətə təklif edərdim ki, sərhədlərin mərhələli şəkildə açılması istiqamətində addımlar atılsın. Məsələn, ilk olaraq qatar reysləri və avtobus reysləri kimi nəqliyyat vasitələrinin fəaliyyəti ciddi təhlükəsizlik tədbirləri çərçivəsində yavaş-yavaş bərpa oluna bilər. Bu proses zamanı həm daxili təhlükəsizlik orqanlarından, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi, təhdidlərin qarşısını almaq üçün effektiv mexanizm kimi nəzərdən keçirilə bilər. Beləliklə, həm vətəndaşların hərəkət azadlığı təmin edilər, həm də təhlükəsizlik riskləri minimuma endirilər. Bundan əlavə, vurğulamaq istərdim ki,
Azərbaycan 2-ci Qarabağ müharibəsində qazandığı tarixi zəfərdən sonra böyük güclərin hədəfinə çevrilib. 200 illik erməni probleminin həll olunması, torpaqlarımızın işğaldan azad edilməsi və regionda yeni geosiyasi reallıqların yaranması bəzi qlobal gücləri ciddi şəkildə narahat edib. Azərbaycanın bu mübarizədə göstərdiyi müstəqil və qətiyyətli siyasəti bir çox dairələrdə ciddi narazılıqların yaranmasına səbəb olub. Ölkəmizə qarşı gizli və açıq təzyiqlər, dezinformasiya kampaniyaları və iqtisadi təhdidlər məhz bu səbəbdən artmaqdadır. Belə bir şəraitdə təkcə daxili təhlükəsizlik deyil, həm də xarici siyasətdə ayıq-sayıqlıq və çeviklik daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın bu təzyiqlərə qarşı durması üçün həm daxildə, həm də regionda mövqelərimizi daha da gücləndirməliyik. Bəziləri haqlı olaraq soruşa bilər ki, xüsusi xidmət orqanlarımız niyə ölkəyə daxil olan vətəndaşlarımızı təhlükə kimi görür? Niyə mümkün təhdidləri önləyə bilmir? Burada məsələ vətəndaşlarımıza şübhə ilə yanaşmaq deyil, təhlükəsizlik risklərini minimuma endirməkdir. Hazırki qlobal və regional şəraitdə təhlükələr o qədər mürəkkəbdir ki, onların qarşısını almaq üçün təkcə daxili tədbirlər kifayət etmir. Sərhədlərin bağlı saxlanılması əlavə bir qoruyucu vasitə rolunu oynayır. Hörmətli həmkarlar, mən vətəndaşlarımızın çətinliklərini və burada səsləndirilən və səsləndiriləcək problemlərin hamısını başa düşürəm. Onda bir daha vurğulamaq istəyirəm ki, fikrimcə quru sərhədlərimizin bağlı saxlanılması strateji bir addımdır və bu siyasət bir müddət davam etdirilməlidir. Lakin mərhələli açılma strategiyası üzərində düşünmək, repressiyalara son qoymaq və xalqın haqlı tələblərinə qulaq asmaq ölkəmizin gələcəyi üçün vacibdir. Xalqın səbir kasası daşır. Bu siyasət dəyişməzsə, ölkəmiz daha böyük fəlakətlərlə bilər. Onu da qeyd etmək istəyirəm ki, bu qənaətə müstəqil jurnalist araşdırması nəticəsində gəlmişəm və fikirlərimin doğru olduğuna inanıram. Diqqətinizə görə təşəkkür edirəm. Təşəkkür edirəm İlqar bəy, var olun.